Bürclər arasında sabah enerji çox dəyişkən olacaq. Ulduzlar bəzi bürclərə xəbərdarlıq göndərir. Əgər bu bürclərdənsənsə, diqqətli ol, çünki xırda bir qərar sabah sənin gününü dəyişə bilər. Birinci xəbərdarlıq Qoç bürcünə. Qoç, sən adətən cəsarətli və birbaşa adamsan, amma sabah tələskənlik sənə zərər verə bilər. Səbir bu dəfə sənin ən böyük silahındır. Ətrafında səni qıcıqlandıran insanlar olacaq, amma əsəblərinə sahib çıx. İşlə bağlı gözlədiyin bir məsələ var, sabah onunla bağlı xəbər ala bilərsən. Amma ilk reaksiyanı vermə, ulduzlar deyir ki, sakit qalmaq səni böyük bir anlaşılmazlıqdan qoruyacaq. Sevgidə isə ehtiyac duyduğun anlayış gecikəcək, amma bu səssizlik sənin üçün bir siqnal. Kim səni həqiqətən anlayır, kim yox. İkinci xəbərdarlıq Əqrəb bürcünə. Əqrəb, sabah hisslərin səni çaşdıra bilər. Daxilində bir tərəf keçmişə qayıtmaq istəyəcək, digər tərəf isə irəli getmək. Bu qarşıdurma sənin enerjini çəkəcək. Əgər kimsə sənin sirrini bilirsə, diqqətli ol, hər söz sabah yanlış anlaşıla bilər. İş yerində və ya ailədə səssiz qalmaq bu dəfə sənin xeyrinədir. Səssizlik gücdür, Əqrəb. Səni sınayan vəziyyətlər olacaq, amma ulduzlar deyir. Hər reaksiyan bir enerji itkisi olacaq. Bu səbəbdən sabah enerji saxla, düşün, amma danışma. Gözləmək sənin xeyrinə işləyəcək. Üçüncü riskli bürc Oğlaq. Oğlaq, sən planlı və ciddi adamsan, amma sabah hər şey planına uyğun getməyə bilər. Xüsusilə maliyyə ilə bağlı qərarlar üçün doğru zaman deyil. Tələsik qərar vermə. Əgər sənə yeni təklif gəlirsə, istər iş, istər ortaq layihə olsun, sabah sadəcə dinlə, cavab vermə. Bəzən ulduzlar səni dayanmağa məcbur edir ki, daha böyük fürsət qarşına çıxsın. Sevgidə isə partnyorun səndən anlayış gözləyəcək. Amma sən bu dəfə özünü ifadə etməkdə çətinlik çəkəcəksən. Dərin nəfəs al, sabah mübahisədən uzaq dur. Amma ən maraqlısı sabah bu üç bürc üçün riskli olsa da bu mənfi gün demək deyil. Əksinə bu dərs və dönüş günü ola bilər. Ulduzlar səni qorumaq üçün xəbərdarlıq edir. Əgər sakit və ağıllı davransan, bu enerji sənin üçün dönüş nöqtəsinə çevriləcək. Unutma, hər çətinlik gizli bir fürsətdir. Sabah səni sınağa çəkən hadisə əslində səni böyütmək üçün gəlir. O səbir öyrənəcək, Əqrəb duyğularını idarə etmək, Oğlaq isə nəzarət et, biraz buraxmağı. Bu üç bürc sabah diqqətli olmalıdır, amma qorxma, bu sadəcə bir xəbərdarlıqdır, cəza yox. Ulduzlar səni qoruyur. Sadəcə dinləmək bacı və unutma, bəzən susmaq ən güclü hərəkətdir. Sabah az danış, çox düşün. Ulduzlar sənin tərəfində olacaq, amma yalnız səbir edənlər. Əgər sən də bürclərlə maraqlanırsansa, videonu bəyənməyi və kanala abunə olmağı unutma. Hər gün sənin bürcün üçün yeni proqnozlar səni burada gözləyir.